Hə, indi keçdik ən maraqlı məsələyə, çay hazırlamaq. Çay hazırlamaq mən çox xoşlayıram. İnşallah bugün saxsı çaynikdə hazırlayacağıq. Bu çaynikin özəlliyi ondadır ki, uzun müddət, yəni burada hazırlanan çay isti qalır. Biraz mixə əlavə edəcəm. Ya Allah, bismillah. Düşdüm deyəsən. Formada bağladıq. Evdə 4 gözlü qaz peçlərinin üzərində bu elektrikli daşlarda hazırlaya bilərsiniz çayı. 1, 2. Və qoyduq çayımızı dəmlənməyə. İnşallah indi hazır olsun kekslə bərabər sürəyə verəcəm.